Əmək haqqının neçə faizə qədər tutulma olmalıdır? İşçilərə hesablanmış olan əmək haqqı məbləğinin ümumilikdə 30% qədər tutulmalar hesablanır. Belə ki, bu məbləğin 25% hissəsi MDSS, yəni Məcburi Dövlət Sosial Sığortasıdır və həmin ödəniş Dövlət Sosial Müdafiə Fonduna ödənilir. Bu məbləğin 4%-i icbari tibbi sığorta ödənişidir. Bu isə icbari tibbi sığorta üzrə Dövlət Agentliyinə ödənilir. Məbləğin 1% isə işsizlikdən sığorta olmaqla yenə Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Bunu qeyd edeyim ki, təbii ki, bu 30%lik ümumi ödəmə işçi və işəgötürən arasında bölünür. Belə ki, özəl sektorda işçinin maaşından 200 manata qədər 22% MDSS ödənişi hesablanır. Bu işəgötürən tərəfindən ödənilir. 3% MDSS ödənişi hesablanır. Bu isə işçi tərəfindən ödənilir. Yəni 200 manata qədər olan məbləğin MDSS-nin 22%-ni işəgötürən, 3%-ni işçi ödəyir. 200 manatdan artıq olan məbləğdə isə 15%-ni işəgötürən, 10%-ni işçi ödəyir. Yəni nümunə, işçinin maaşı 500 manatdırsa, bu zaman biz o maaşı 200 və 300 olaraq ayırırıq. 200 manatdan 22%, yəni 44 manat, 300 manatdan isə 15%, yəni 45 manat. Toplamda 89 manatını işəgötürən öz hesabına əlavə sosial sığorta ödənişi etmiş olur. 200 manatdan 3%, 6 manat. Yerdə qalan 300 manatdan isə 10%, 30 manat. Toplamda 36 manatını isə işçinin maaşından tutaraq sosial sığorta ödəyir. Nəticədə işəgötürən özü əlavə 89, işçinin də maaşından çıxmaqla 36. Yəni toplam 125 manat MDSS ödəmiş olur. Bu gördüyünüz kimi 500 manatın 25%-i edir. Digər ödəniş olan işsizlikdən sığorta ödənişi toplamda 1% olmaqla 0.5%-i işəgötürən tərəfindən əlavə ödənilir, 0.5% isə işçinin maaşından tutulur. Yəni bu nümunədə 500 manatdan 0.5%, 2 manat 50 qəpik işçinin maaşından tutulacaq, 2 manat 50 qəpik isə işəgötürən tərəfindən əlavə ödəniləcək. İcbari tibbi sığortanın 4% ödənişi də yenə yarı-yarıya bölünür. Yəni 2% işəgötürən tərəfindən, 2% isə işçi tərəfindən. Bu nümunədə 500 manatdan 2%, 10 manat işəgötürən tərəfindən əlavə ödəniləcək, 10 manat isə işçinin maaşından tutulacaq. Bu nümunə üzərindən işçiyə ödəniləcək net maaşı belə hesablaya bilərik ki, 500 manatdan 36 manat MDSS, 10 manat İTS,